Bura dövlət xəstəxanasıdır. Masanın üzərində iri hərflərlə icbari tibbi sığorta yazılıb. Dövlətin vətəndaşa pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi ünvan. Amma bu lövhənin arxasında tamamilə fərqli, qanunsuz bir sistem işləyir. Çöldə yüzlərlə xəstə insan saatlarla növbə gözləyir. Amma qapıdakı növbə keşikçisi və qeydiyyat şöbəsi üçün növbənin, insanlığın və qanunun qiyməti cəmi 2 manatdır. Əlinə 2 manat alan şəxslər yüzlərlə insanın haqqını tapdalayaraq birbaşa həkimin otağına keçid qazanır. Vətəndaşlar haqlı olaraq üsyan edir. Çünki burada xidmət yox, açıq-aşkar növbə alveri gedir. Dövlətin xəstəxanasını şəxsi bazar meydanına çevirənlər növbədə can çəkən xəstənin hüququnu qəpik quruşa satırlar. Görüntülər rəsmi sübutdur. İndi isə sual aidiyyatı qurumlaradır. İcbari tibbi sığorta xalqın sağlamlığı üçündür, yoxsa qapıdakı makriyerlərin cibini doldurmaq üçün? Bu rüsvayçılığa kim dur deyəcək? Sizin deməyiniz nə? Xanım, söndürün onu. Söndürmürəm. Niyə ki, bax bu xanımı siz qeyri-qanuni keçirmisiniz. Bu qardaş burada nəzarətçi diyana. Bu xanım burada diyanıb. Bir dəqiqə deyən. Siz burada diyanmışsınız, hər şeyə nəzarət edirsiniz. O xanım mesela sırada hamıdan qeyri-qanuni vəsiqəni götürdüb, keçirdi. O xanım sizi keçirdi. Bu qədər cəmaət burada dayanıb. Keçməməliydiniz. Xeyr, siz içəridə hamının qoyun kimi qoyub keçmisiniz. Bu qardaş da qorxuluq kimi dayanıb, halbuki əməkdaşdır. Niyə almalıydınız ki, mən özüm əməliyyatdayım. Özəldə əməliyyat olub dövlətdən növbə götürürəm. Xanım, hamı bir yerdə müraciət eləsin, növbə aparatır. Mən sosial mediada paylaşaram, eləyərlər. Gündəmə qaldırmırlar. Niyə qaldırmırlar ki? 2 manat pul alır, xanım orada dayanır, xanımı çağırır. 50 nəfər adam dayanıb, deyə görə. Çünki o gözünlə gördüyünü nə deyirsən ki, elə şey yoxdur. Bax, mən görürəm ki, o xanım qeyri-qanuni salıb içəri, onlar da yazırlar. Niyə çəkmirəm? Mən xatırladım ki, o vəsiqəsi əlində o xanım salıb içəri. Niyə qoyursan?